Salam, hər vaxtınız xeyir olsun. Bugün sadə ərzaqlardan çox dadlı şirniyyat resepti bölüşürəm. Qaba 1 ədəd yumurta, 1 xörək qaşığı şəkər tozu, 100 ml bitki yağı, 250 qram qatıq əlavə edib bunları həll olana qədər qarışdırıram. Üzərinə bir paket şəkərli vanilin, çay qaşığının ucunda duz, un əlavə edirəm. Qabartma tozu da əlavə edib yumuşaq xəmir hazırlayıram. Videonun altında dəqiq ölçüləri qeyd edəcəm. Xəmiri çox yoğurmuram. Masanın üzərini unlayıb xəmiri toparlayıram. Xəmiri hazır etdikdən sonra 1 santimlik qalınlığında yayıram. Xəmiri bu ölçüdə yaydıqdan sonra üzərinə 1 stəkan şəkər tozu əlavə edirəm. Şəkər tozunu xəmirin hər tərəfinə yayıram. Şəkər tozunu da xəmirin hər tərəfinə yaydıqdan sonra dilimlərə ayırıram. Xəmiri dilimlərə ayırdıqdan sonra yağlı kağız sərtiyib soba listinə düzürəm. Öncədən isitdiyim 180 dərəcəlik sobada 20-25 dəqiqə bişirirəm. Şirniyyat pişdi. Hazır şəklinə də baxa bilərsiniz. Ən sadə ərzaqlardan ən dadlı peçeniya reseptidir. Hazırlayıb siz də yoxlayın. İnanın ki, çox bəyənəcəyiniz bir resept olacaq. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.